Mütəxəssislərin qiymətləndirmələrinə görə Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisinin texniki potensialı 157 gigavatdır. Dayaz sularda potensial 35 gigavat, dərin sularda isə potensial 122 gigavat təşkil edir. Külək potensialının ölçülməsi küləklə bağlı təhlillərə start verilib və istər Energetika Nazirliyi olsun, istərsə də şirkətlər, investorlar olsunlar, bu prosesdə çox aktiv iştirak edirlər və mən əminəm ki, bu qərardan sonra bu proseslər xüsusi əhəmiyyət kəsb edəcək və biz tezliklə Xəzər dənizində külək elektrik stansiyalarının qurulması ilə bağlı daha önəmli və növbəti addımlar haqqında danışa biləcəyik. Dənizdə külək elektrik stansiyalarının üstünlüklərindən biri də küləyin qurudakı ərazilərlə müqayisədə daha sabit və daha güclü olmasıdır. Bu isə stansiyaların yüksək məhsuldarlıqla işləməsinə və daha çox elektrik enerjisi istehsal etməsinə imkan yaradır. Xəzər dənizinin Azərbaycan hissəsi faktiki olaraq alternativ enerji mənbələrindən əldə olunan elektrik enerjisinin istehsalı və yaxud da ixracı üçün açıq elan olunur. Bu isə gələcəkdə Azərbaycanda elektrik enerjisinə olan və artmaqda olan tələbin qarşılanması və əlavə olaraq Avropa İttifaqı ölkələrinə, o cümlədən qonşu ölkələrə elektrik enerjisinin ixracının daha da genişləndirilməsini təmin edəcək. Azərbaycan 2030-cu ilə qədər elektrik istehsal gücündə bərpa olunan enerjinin payını 30%-ə çatdırmağı hədəfləyir. Xəzərdə dəniz külək elektrik stansiyalarının yaradılması bu hədəfi daha da yaxınlaşdıracaq. Ölkənin yaşıl enerji ixracı planlarına töhfə verəcək və Xəzər hövzəsində alternativ enerji layihələrinin inkişafına imkanlar açacaq. Sədaqət Süleyman, Royal Əsədov, AzTV Xəbər.